Yazıb cütsüz perpendikulyardır bunlar. Deməli, bunu seçdik bura. Bu olsun, belə olsun, bir də belə olsun. Deməli, A ortaq təpədir. Bura B olsun, bura C olsun, burada D olsun. Bunlar bir-birinə 90 dərəcə əməliyyat edir. Məsələn, divarın bir küncünü nəzərə alın otaqda. BD-mizi verib 9, BC-mizi 16 verib. Bax, bura 16-dır. Sonra BD-ni də 9 verib. Pifaqorları yazacağıq. AD-ni də bizə verib 5. Hə. Onda bura Pifagoru yazsam, bura nə qədər olar? Siz deyin elə. Hesablasan nə qədər olar? 81 çıx 25. Bura 6, burada nə qədər? 7 çıx 2. 5, 56. Kör altı 56 mı eləyir bura? Sonra burada bir x desək, h deyək bura. Buradan h necə taparıq? H kvadratı plus 56 bərabərdir 256. Onda h kvadratı olacaq 200. Sonra, baxın bizdən indi CD-ni istəyir. Bax, buranı istəyir. Burada bir y desək, burada 5 edir. Onda buradakı şəkillə Pifagoru yazsaq necə olacaq? H kvadratı plus 5-in kvadratı nəyə bərabərdir? Y-in kvadratına. 200, o da 25, 225. 225 də nəyin kvadratıdır? 15. Anladıq mı?